Epilepsiya psixoloji səbəbdən yaranır. Epilepsiya psixoloji deyil, nevroloji bir xəstəlikdir. Hansı ki, tərifi bu şəkildə qeyd edirik ki, beyində elektrik fəaliyyətində yaranan pozulmalar nəticəsində baş verir. Bəs epilepsiya və psixoloji faktorları necə əlaqələndirə bilərik? Epilepsiya psixoloji səbəbdən yaranmır. Lakin psixoloji faktorlar epileptik tutmaları tetikləyə və yaxud da ki, müddətini daha da artıra bilər. Bəzən isə psixogen qeyri-epileptik tutmalar epilepsiya ilə qarışdırıla bilir. Lakin bu epilepsiya deyil, psixoloji faktorlar nəticəsində. Məsələn, yorğunluq, dərin stres və travma nəticəsində psixoloji tutulmalardır. Əgər epilepsiya varsa, bu zaman diaqnoz nevroloq tərəfindən qoyulur. Yəni psixoloji səbəblərlə əlaqələndirilir. Lakin bu epilepsiya deyilsə, hansı ki, biraz öncə qeyd etdiyimiz psixoloji faktorlar nəticəsində yaranırsa, bu zaman psixoloq və psixiatra getməyinizi tövsiyə edirəm.